Period formasının növlərindən 3-cü növə gəldik çatdıq. Metrik, yəni vəzni əlamətə görə kvadrat quruluşlu olur və qeyri-kvadrat quruluşlu olur. Kvadrat period nədir? 2 dənə şərtimiz var. Kvadrat periodda bütün cümlələr eyni ölçülü olmalıdır. Bax, məsələn, birinci cümlə 2 xanədirsə, burada gördüyünüz x hərfləri bu xanə deməkdir, yəni. 2 xanə, 2 xanə, 2 xanə. Əgər birinci cümlə periodda 4 xanədirsə, onda o birisi də 4 xanə, 4 xanə. İndi baxır neçə cümlə var. Əgər birinci cümlə 8 xanədirsə, ikinci cümlə də olmalıdır 8 xanə. Birinci cümlə 16 xanədirsə, ikinci də olmalıdır 16 xanə. İkinci şərtimiz nədir? Periodda xanələrin ümumi sayı 4 və 4-ün qatları. Yəni, ya 4 xanəli olmalıdır, ümumi period, ümumi say. Ümumini qara göstərim. Burada bir cümlədən söhbət getmir, ümumi say. Ya period 4 xanəli olmalıdır, ya 8 xanəli, ya 16 xanəli, ya 32, 64. Bu şəkildə. 4 və 4-ün qatları nə deməkdir? 4 xanə və yaxud 4-ü 2-yə vururuq 8 xanə və yaxud 10-u 2-yə vururuq 16 xanə, 10-u 2-yə vururuq 32 xanə. Yəni 4, 8, 12 olmaz məsələn. 16 olacaq, 20 olmaz. 4-dən başlayaraq 2-yə vura-vura qalxırıq. Bir daha deyirəm, 4-dən başlayırıq, 2-yə vura-vura artırıq. Toparlayaq bunu. Bütün cümlələr eyni ölçülü olur. 8 xanədirsə bir cümlə, o biri də olmalıdır 8 xanə. Bir cümlə 2 xanədirsə, o birisi də olmalıdır 2 xanə. Həmçinin ümumi say, xanənin ümumi sayı periodda. Bütün cümlələrlə bir yerdə. Ya 4 xanə olacaq, ya 8, 16, 32, 64. 24 olmaz mı? Olmaz. 12 olmaz mı? Olmaz. Olmaz deyəndə, yəni ona kvadrat period deyə bilmərik. Olar, 12 xanəli periodlar da olur. Amma kvadrat olmur. Mən hal-hazırda kvadrat periodun şərtlərini sizə sayıram. Qaydalarını göstərirəm. 4 xanəli kvadrat quruluşlu period əksildirilmiş period sayılır. Bu 8 xanə və 16 xanəli olanlar bu normaldır, yəni normativi budur. 32 xanə artırılmış artıq period sayılır. 64 xanə də çox nadir hallarda rast gəlinir. Ümid edirəm aydın oldu. Sizə ilk dəfə bunu klassik period forması sxemi göstərəndə burada bax, bu forma kvadrat quruluşlu formadır. Diqqət edin, 8 xanə var ümumi. İkinci şərtimizə uyğundurmu? Uyğundur. Və hər cümləmiz 4 xanə, 4 xanə eynidir. Ölçüləri eynidir, uzunluğu eynidir, həcmi eynidir. Bu 4 xanədir, bu da 4 xanədir. O biri şərtimizi də qarşılayırmı? Qarşılayır. Demək ki, kvadrat quruluşlu formadır. İkinci halda necə olur? 8 xanə, 8 xanə, ümumi 16 xanəlidir. Baxaq, 16 xanəlidir, düzdür. Kvadrat quruluşlu. Yəni, tipik klassik period forması kvadrat quruluşludur. Periodların, xüsusilə klassik periodların əksəriyyəti, böyük əksəriyyəti kvadrat quruluşludur. Nümunələrə baxaq istəyirsiniz. Nümunələr göstərim sizə. Chopin La major prelüdü, 7-ci prelüd. Belə, 2 cümləli olduğu aydın hiss olunur. Bax, bura birinci cümlədir. Burada ikinci cümlədir. Təkrar quruluşlu olduğuna görə diqqət edirsiniz, eyni başlayır. Başlanğıc eynidir. Hara qədər? Təxminən bura qədər. Bax, burada 1, 2, 3 xanə eyni gedir. 1, 2, 3. Burada dəyişir. Buradan dəyişir. Təkrar quruluşludur bu. Ona görə iki cümlənin ikisini də sarı rənglə işarələdim. Bura qədər bir cümlədir. Davamı da ikinci cümlədir. Əvvəlki dərslərdə təkrar eləyək bu arada. Bura bir fraza. İkinci fraza. 3, 4 və s. Legatolarla bölünür. Onsuz da gözlə də görmək olur. Həmçinin bu uzunluqlar sezuralarımızdır.
Frazalar bir-birinə çox oxşayır. Soruşa bilərsiniz, cümlənin burada bitdiyini hardan bilirik? Kadensiya bizə kömək eləyir. Tonikada durub, amma tam kamil kadans deyil. Çünki tonikanın dönməsidir, öz halı deyil. Əgər basda lə dursaydı, yuxarıda da lə dursaydı ki, əsər lə majordadır, onda biz deyərdik tam kamil kadans. Burada natamam bitir, sual effekti yaradır və ən sonda baxın burada lə aşağıda, lə yuxarıda və dominantadan sonra gəlir, avtentik kadansla bitir. Kadans özü də nə demişdik? O harmonik dövriyyələr, onlar da sezura sayılır. Cümlələri bölür. Gələcəkdə görəcəyik periodları böləcək böyük formalarda. Birinci cümləmiz 1, 2, 3, 4, 5, 6, 8 xanə birinci cümlədir. 8 xanədə ikinci cümlədir. Siz bu xanə xarici səslərinə baxmayın. Bunlar sayılmır. 4 xanə, 4 xanə və 4, 4, 8 xanədir. Bax, bu kvadrat quruluşludur. Şərtlərimiz nə idi? Cümlələrin təşkil olunduğu ümumi xanə sayı 8 xanə olacaq və cümlələrin həcmi bir-birindən eyni olacaq. Uzunluqlar eyni olacaq. 8 xanə və 8 xanə bizim şərtlərimizi qarşılayır ki, biz buna kvadrat quruluşlu period deyək. Baxın menuetinə qulaq asaq. Rəngləndirməyə ehtiyac yoxdur. Bura birinci cümlədir və burada ikinci cümlədir. Burada baxar-baxmaz bizə nə görsənir? Təkrar quruluşluq görsənir. Diqqət edirsiniz. Əvvəli demək olar ki, eynidir. Alt səslər dəyişir, amma önəmli deyil. Təkrar quruluşlu sayılır. Üst cümləmiz 8 xanədən ibarətdir. Alt cümləmiz də ikinci cümləmiz, yəni 8 xanədən ibarətdir. Bu da təkrar quruluşlu formadır. Sizə yeri gəlmişkən bu kvadrat quruluşlardan əks edilmiş 4 xanəlik periodlardan 1-2 dənə nümunə də göstərim. Bax, məsələn belə, bunlar adətən miniatür əsərlərdə olur. Bu birinci cümlə, bu da ikinci cümlə. Çox kiçik. Fa minordadır. Başqa bir nömrə, Schumann. Bu da miniatür bir əsərdəndir. Kvadrat quruluşludur həmçinin. Kvadrat quruluşlardan baxaq görək başqa nömrələri varmı? Beethoven 20-ci sonata. Buradan başlayırıq, gəlirik bura qədər. Yəni toplasaq 1, 2, 3 bütün xanə var, yarımçıqları da toplayanda 4 xanə. Həmçinin 4 xanə də ikinci cümlə. Burası birinci cümlədir, davamı da ikinci cümlə. Belə göstərim, daha aydın olsun. Birinci cümlə və davamı ikinci cümlə. Kvadrat quruluşludur. 4 xanə, üstəgəl 4 xanə və təkrar quruluşludur. Kadensiyasına baxaq. Sol majordadır, re sol. Tonikada, amma tam kamil deyil, çünki dönməsidir. Görürsünüz, aşağıda re durur. Sol dursaydı, olardı tam kamil. Ona görə bura yenə sual effekti verir. Sual, cavab. Son olaraq sol yuxarıda, sol aşağıda. Tam kamil kadans burada bitir. Əvvəlində nə var? Re, yəni dominanta, avtentik. Bu əsərə baxaq. Yedinci vals. Burada nə gördük?
Birinci cümlə burada başlayır, bura qədər bitir. Neçə xanə var? 16 xanə və ikinci cümləmiz həmçinin 16 xanə. Həmçinin təkrar quruluşludur. Başlanğıc ən azından eynidir. Hətta bir xeyli eyni gedir. Bura qədər. Yəni bura eynidir. 16 xanə və 16 xanə. Bu da nədir? Kvadrat quruluşlu perioddur. 32 xanəyə bir nümunə. 64 xanəlik nadir hallarda rast gəlinən kvadrat quruluşlu perioda da nadir hallarda rast gəlindiyi üçün nə vaxtsa rast gəlsək sizə göstərərəm. Tapa bilsəniz siz özünüz taparsınız. Necə olacaq? Ya birinci cümlə 32 xanə olar, ikinci cümlədə 32 xanə olar. Və yaxud 4 cümlə olar, 16 xanə, 16 xanə, 16, 16. Və yaxud 8 cümləli ola bilər, hərəsi 8 xanə. 16 cümləli ola bilər, hərəsi 4 xanə. Bu şəkildə. Ümid edirəm bu kvadrat quruluşlu period aydındır. İndi baxaq qeyri-kvadrat quruluşlu periodlara. Sizdə fikir qarışıqlığı əmələ gəlməsin. Bu kvadrat quruluşlu periodun şərtlərini ki öyrəndik. Bax, bundan başqa hansı quruluşda period olursa, demək ki, o qeyri-kvadrat quruluşlu perioddur. Bir daha deyirəm, əgər cümlələri təşkil edən xanələrin ümumi sayı 4, 8, 16, 32, 64 deyilsə və həmçinin bütün cümlələr eyni qədər uzunluğa sahib deyilsə, onda onlar olur qeyri-kvadrat quruluşlu period. Misal üçün, müxtəlif kombinasiyalar var. 4 xanəli cümlələr necə ola bilər? Əgər 4 xanəli cümlə ikisi də eyni uzunluqda olan cümlədən, bax, məsələn, 2 xanə təşkil olursa, bu kvadrat quruluşlu olur. Yox, əgər baxırıq ümumi say 4 xanədir, amma cümlələrin həcmi başqadır. Bir cümlə 1 xanədir. Ola bilər də indi 4-də 4 ölçülü biraz uzun olur, belə hallar olur. 1 xanəlik cümlələr olur. Ola bilsin cümlənin biri 1 xanədir, o biri 3 xanədir. Və yaxud tərsinə 3 xanə, 1 xanə. Ümumi 4 xanəlidir, amma xanənin biri 1 xanədir, o biri də 1 xanə, fəqət digəri 2 xanə. Ya da 5 xanəli cümlələr ola bilər. Ümumi sayı, yəni 5 xanədir. Bu cümlələrdən biri 2 xanədir, o biri 3. Fərqli olur. Baxın, təkrarlıq olsa da 1 xanə, 1 xanə, ondan sonra 3 xanə fərqli olur. 2 xanə, 1 xanə, 1 xanə, 1 xanə. Bu şəkildə 6 xanələrə baxaq. 2 xanə, 2 xanə, 2 xanə. Baxmayaraq ki, burada eynidir cümlələrin həcmi. Hamısı eynidir. Bax, bizim birinci şərtimizi qarşılayır. Kvadrat quruluşlarda. Nə demişdik? Bütün cümlələr eyni ölçülü olur. Amma burada toplayanda 2 xanə, 2 xanə, 2 xanə olub 6 xanə. 6 xanəlik kvadrat quruluşlu olurmu? Olmur. Nə lazımdır bizə? Ya 4, 8, 16, 32 və olarsa 64. 7 xanəli ola bilər. Bax, 8 xanəli də ola bilər. Qeyri-kvadrat quruluşlu. Elə harda 8 xanə gördük, o demək deyil ki, bu kvadrat quruluşlu olacaq. Bizim ikinci şərtimiz də var axı. Bütün cümlələr bir-birinə bərabər olmalıdır həcmdə. Uzunluqları eyni olmalıdır. Amma belə 8 xanəli cümlə ola bilər ki, period ola bilər ki, birinci cümlə 5 xanə ola bilər, ikinci cümlə 3 xanə. Ya da birinci cümlə 4 xanə, o biri cümlə 2 xanə, bir sonraki cümlədə 2 xanə. Və yaxud 4 cümləli də ola bilər. Deyək ki, 1 xanə, 1 xanə, 2 xanə, 4 xanə və s. Bax, toplayanda yenə 8 xanə olur. Amma xanələrin uzunluqları fərqlidir. Biri 1 xanədir, biri 2 xanədir, biri 4 xanədir. Daha uzatmıram. 9 xanəli, 10 xanəli, 11 xanəli. Mən gərək indi 64 xanəyə qədər burada müxtəlif kombinasiyalar qurum. Uzun sözün qısası. Əgər baxırsınız, bir period kvadrat quruluşlu periodun şərtlərini qarşılamırsa, avtomatik olaraq o qeyri-kvadrat quruluşludur. Bunları dediyim kimi çox uzatmaq olar, müxtəlif kombinasiyalar qurmaq olar, kombinasyonlar daha doğrusu. Mən də hərdən bir ruslaşdırıram, rusca tələffüz edirəm. Belə. Nəzərə olaraq ümid edirəm bu aydın oldu. İndi nümunələrə baxaq, nümunələrdən göstərim sizə. Arif müəllimin əsərinə baxaq. Arif Məlikov Ötəri Anlar məcmuəsindən. Allah rəhmət eləsin, gözəl insan, gözəl müəllim. Mənim də müəllimim olub, kafedra müdürümüz olub, hamımız müəllim olub, hamımız əlindən su içmişdik.
Bu proqram əsərləri çox bərbad şəkildə muzikalitə olaraq çox bərbad şəkildə ifa edir. Gərək üzürlü sayasız, bunda hissiyat deyilən bir şey yoxdur. Yəni robotdur da, makinədir, proqramdır. Ancaq bu qədər olur. Qeyri-kvadrat quruluşlu periyodda ona görə ki, şərtimizin ikisi də pozulub. Həm birinci cümləmiz 5 xanədir, o biri 4 xanəlidir. Biz nə demişdik? Cümlələrin ölçüsü eyni olmalıdır. İkinci şərtimiz də pozulub. Ümumi 9 xanədir bizim bu əsər, baxdığımız əsər. Əsərin hamısı 9 xanə deyil. Əsər burada bitmir. Bax, yanlış anlaşılmasın. Mən göstərdiyim nümunələr əsərin hamısı deyil. Sadəcə period üzərindən mən göstərirəm. Bizim dərsimiz perioddur, mövzumuz perioddur. Bu bir perioddur və qeyri-kvadrat quruluşludur. Çünki həm 5 xanə, 4 xanə, həm də 9 xanə. 9 xanə bizdə varmı? Kvadrat quruluşlarda yox. Nə var? 4 xanə, 8, 16, 32 xanə var. Bu periodun elə birinci cümləsindən aydın olur qeyri-kvadrat quruluşlu olacağı. Niyə? Çünki 5 xanədir. Tutaq ki, o biri də 5 xanə olacaq, o biri də 5 xanə. Bütün cümlələr 5 xanə olsa belə, 5'ləri toplayanda bilirsiniz, ya sonu 0 olur, ya da 5 ilə bitir. 5 üstəgəl 5, 10. Üstəgəl 5, 15, üstəgəl 5, 20. Yəni, ya sonu 0 olur cəmin, ya da 5 ilə bitir. Bizə nə lazımdır? 4, 8, 16, 32. Burada 5-dən əsər əlamət yoxdur. Başqa nümunəyə baxaq. Beethoven, Rus mövzusuna variasyon. Qulaq asaq. Birinci cümlə burada bitdi. Neçə xanə olur? 1, 2, 3, 4. Bu yarımçıqla bu yarımçıq da olur 5 xanə. Həcm eynidir. Biz burada xanə xəttlərinə məhkum olmaq məcburiyyətində deyilik. Uzunluğu eyni olur. Bunun uzunluğuyla bunun uzunluğu eynidir həcmi. Bu da çərəklə bitir və çərəklə xanə xarici kimi başlayır. Bu da çərəklə bitir və çərəklə xanə xarici başlayır. 2 8'lik bir çərəkdir. Zaten altında da var. Demək 5 xanə və 5 xanə. Cümlələrin həcmi eynidir, uzunluğu eynidir. Amma toplam 10 xanə oldu bu periodumuz. Bayaq dedim, 10 xanə olarmı? Olmaz. Kvadrat quruluşlu period olması üçün bizə 4, 8, 16, 32, yəni 4'ün 2'yə vurulmuş halları. 4 vur 2, onu vurursan 2'yə, onu vurursan 2'yə, onu yenə vurursan 2'yə. Bax belə. Başqa bir nümunə. Bunun tempini çox az artıracağım. Bu təkrarı görəndə istər-istəməz insan tutur. Yəni cümlə, ikinci cümlə burada başlayır, birinci cümlə burada başlayır. Təkrar quruluşludur, elə baxar-baxmaz bilinir. Neçədir? 6 xanə birinci cümlə, 6 xanə ikinci cümlə. 6, 6. Cümlələrin həcmi eynidir, amma toplam 12 xanədir. Bizə 4, 8, 16 lazımdır. 32, 64 və s. Ona görə də buna baxmayaraq ki, eynidir. Yəni bu bəzən qarışdırılır. Bəziləri elə düşünür ki, kvadrat quruluşlu odur ki, cüt olmalıdır. Ümumi həcm cüt olmalıdır, xanələrin sayı cüt-cüt getməlidir. Məsələn, 3 xanə, 7 xanə olanda bu olur qeyri-kvadrat. Düzdür, olur qeyri-kvadrat, amma onunla bitmir, tək onunla bitmir. Bax, burada cütdür, düzdürmü? 6 da cüt rəqəmdir, cümləmiz də cütdür, ümumi həcm də 12 olur, bu da cüt rəqəmdir. Rəqəmin cüt olmağından bu əsas deyil. Əsas olan odur ki, 4 xanə, 8 xanə, 16, 32, 64 bu şəkildə olmalıdır. Yəni bu xanələrdə olmalıdır. Yəni ümumi xanə sayı bu qədər olmalıdır. Və də cümlələr, bütün cümlələr bir-birindən eyni uzunluqda olmalıdır. Yeri gəlmişkən, bayaqki periodda təkrar quruluşludur. Sizi buradakı alt səslər çaşdırmasın. Bunları silsəm əgər, baxın yenə eyni gedir. Kadensiyasına da baxaq. Əsər lə majordadır və burada mi'də durur. Mi, sol, diyez, si. Dominantada dayanır və sonra tonikaya gəlir. Yəni sual və cavab. Bunun kadensiyasına baxaq. Bəstəkar nə edib? Si bekarı. Burada sanki bir do majora yönəlmə var.
Olsa da olmasa da bu əgər fa majorda baxsaq, bu dominantadır. Do majorda da baxsaq, yenə də fanın özünə gəlmədiyinə görə yönəlmə var burada. Buna gələn dərsimizdə inşallah unutmasam bir də baxarıq. Bəstəkar Alladır do diyez qoyub burada. Sanki re minora yönəlib. Re minora keçir güya, amma burada dolarda yenə diyez yoxdur. Normal fa majorda davam edir. Haydn kvartetindən mövzuya baxaq. Bu təkrarlar bizə çox kömək eləyir. Baxın, sol ilə başlayır, do nöqtəli və eyni şey burada da başlayır. Yəni ən asan yol mənə görə budur. Cümlələri tapmağın təkrar harda görürsünüzsə, əksəriyyəti təkrar quruluşu olur. Əksəriyyəti periodların. Bu birinci cümləmiz və buradan da ikinci cümləmiz. 4 xanədir buradan bura qədər. 1, 2, 3, 4 və buradan sonra da 1, 2, 3, 4, 5 xanədə ikinci cümləmiz. Birinci cümlə 4 xanə, ikinci cümlə 5 xanə. Əgər 4 xanə olsaydı ikinci cümləmizdə onda nə olardı? Kvadrat quruluşu olardı. Çünki 4 xanə, 4 xanə. İki cümlədə eyni qədər olardı və toplamı 8 xanə olardı. Bizim bu şərtimizin ikisini də qarşılayır. Həm 8 xanəni, həm 4 xanə, 4 xanə. Mən bunları artırmışam, siz baxmayın. Burada misal üçün 4 cümləni göstərirəm. Ola bilər 2 cümlə ola bilər. Burada həmçinin belə də kəsmək var. Miniatür periodlarda sizə göstərdim Şumanla. Yadınıza salım istəyirsiniz. Bax bunlar 2 xanə və 2 xanə. Həmçinin bu əsər 2 xanə və 2 xanə. Əsər deyirəm, yenə deyirəm, əsər burada bitmir. Sadəcə bizə lazım olan hissəsini götürmüşük həmin əsərdən. Biz periodları öyrənirik hal-hazırda, periodları təhlil edirik. Burada neçə cümlə var? 1, 2, 3, 4, 5, 6, 7, 8 cümlə var. Ola bilər, ola bilər. 4 cümlə ola bilər, ola bilər. Bəs belə olarmı? 4, 4, 4. Toplamı neçə eləyir? 12. Bizdə burada 12 varmı? Yox. Deməli, bu şəkildə olmaz. Belə period olar, amma kvadrat quruluşlu sayılmaz. Burada da həmçinin 2, 4, 6 xanədə kəsə bilmərik. Kvadrat quruluşlu olmaz. Neyniyərik? Bax, belə olar. 8 xanə ola bilər. 10, 12 olmaz, 14 olmaz, 16 xanə bu olar. Və bunu uzada bilərik. Nə qədər? Da 64 xanəyə qədər. Bəziləriniz soruşar 128 olmaz mı müəllim? 64-ü də 2-yə vuranda 128 eləyir. Dəlilin biri çıxar yazar. Niyə olmur ki? Olar, hər şey olar. Yetər ki, bax 4-ü 2-yə vururuq, onu 2-yə vururuq, onu 2-yə vururuq, 2-yə vurula getsin və 4-dən başlasın. Əgər istəyiriksə ki, kvadrat quruluşlu period olsun, belə olmalıdır. Yox, kvadrat quruluşu olmasa da ürəyiniz necə istəyir yazın. Yetər ki, qayda qanununa əməl eləyin, kadensiyalara diqqət edin və s. Və s. dediyim, yəni musiqinin elementar nəzəriyyəsinin metrdir, vəzindir filan, belə şeylərə kanallıqdır. Belə şeylərə əməl etmək lazımdır. Bir dənə də nümunə var, ona da baxaq. Rüxsari xanımdan Allah razı olsun. Bu nümunələr onun kitabındandır və kitabı çox yaxşıdır, çox rahatdır, çox aydın olur. Əgər forma haqqında ətraflı məlumat istəsəniz, onun kitabını alıb oxuya bilərsiniz. Tövsiyə edirəm, şiddətlə tövsiyə edirəm. Çox aydın yazılıb və ətraflı yazılıb. Başqa kitablardan da alıntılar olduğuna görə bu hamıda olur. Yəni qeyri-adi bir şey yoxdur, oğurluq sayılmır. İstəyirsiniz Mazelin kitabına baxın, onun mənbələr qismində o qədər kitabdan alıntılar var ki, hamıda olur. Bu normaldır yəni. Yəni mənim demək istədiyim odur ki, bütün başqa kitablardan da toplama olduğuna görə çox ətraflıdır. Bir mövzu çox ətraflı şəkildə izah olunub, yetəri qədər. Yəni ehtiyac qalmır gedib bir neçə kitab oxumağa. Bu kitabda toplanma var, yəni. Çox rahatdır bundan istifadə etmək. Tövsiyə edirəm. Bu nümunədə baxaq, yekunlaşdıraq. Təkrar quruluşluq hiss olunur, elə deyilmi? Baxın, baxar-baxmaz, elə mən özüm bu şəkildə bunu yığmışam. Üst-üstə yəni. Bu xanə ilə bu xanə, baxın, eynidir. Bu nə deməkdir? İkinci cümlə buradan başlayır deməkdir. Təbii ki, kadensiyaya da baxacaq. Ola bilsin, frazalar da bir-birindən oxşar başlaya bilər. Baxın, bu fraza da elə buna oxşuyur. Hətta bu cümlə də buna oxşuyur. Oxşarlıq da o demək deyil ki, cümlə başlayır. Oxşar olaraq fraza da ola bilər, motiv də ola bilər. Kadensiyaya baxacaq.
Mən öncədən bunu bildiyimə görə belə dedim. Yəni oxşarlıq burada başlayırsa, cümlə də burada başlayır. Kadensiyalar önəmlidir. Oxşarlıq o qədər də yox. Oxşarlıq biraz gözə rahatlıq verir. Yəni kömək eləyir. Si bemol majordadır. Kadensiyamıza baxaq. Fa'da dayanıb. Tonika səsləridir. Amma tam kamil deyil. Çoxdakı si bemol basda durur, amma yuxarıda si bemol dayanmır. Bizə nə lazımdır? Tonika səsimiz həm ən aşağıda olsun, həm ən yuxarıda olsun. Burada da sual effekti var və burada həmçinin yönəlmə var. Başqa kanala keçir. Modülyasyon haqqında bir sonraki dərsimizdə məlumat verəcəm. Miyə bekar vurub, si qalıb yerində, do bu re minora gəlib. Heç burada da re minor tam kamil bitmir əslində. Amma yenə də biz bunu period olaraq qəbul edirik. Bilirəm, demişdik ki, period bitkin, tam bitkin bir fikir ifadə eləməlidir. Amma bir məsələ var. Periodlarda qapalı olanlar olur və açıq periodlar olur. Böyük formalarda biz bunu görəcəyik. Misal üçün, bu period üverturadandır. Təbii ki, üvertura bu boyda olası deyil. O çox böyük bir formadır. Sonata formasıdır. İşlənməsi sonata formasında olur üverturalar adətən. Bu açıq perioddur. Açıq qalır, çünki əsərin davamı var. Davamında ola bilsin başqa tema gəlir, ola bilsin başqa faktura dəyişir ya nəysə və bu period bu şəkildə açıq qalır. Böyük formaların tərkib hissəsi kimi olanda belə hallara rast gəlinir. Elə bizim bundan sonraki dərsimizdə qapalı və açıq. Açıq deyərkən modülyasiyalı, yəni bundan sonraki dərsimiz odur. Modülyasyonlu bir növlər var periodun. Burada da var. Re minora gəlir, gördüyümüz kimi si bemol majorda başlayır, re minora keçir. Gələn dərs buna bir dənə də baxarıq ən sonda. Sizdə suallar yarana bilər ki, qeyri-kvadrat quruluşlar nədən əmələ gəlir, niyə əmələ gəlir, xanələrin həcmindəki fərqlər nədən qaynaqlanır, niyə biri 3 xanə, 4 xanə və yaxud biri 5 xanə, o biri 2 xanə. Bunların səbəbləri genişlənmədən qaynaqlana bilər, əlavədən ixtisarlaşma olur periodlarda, həmçinin tamamlayıcı hissələri olur. Bütün bunları başqa dərslərdə izah edəcəm. Bu dərsimiz bu qədər olsun. Dərsimizdə sadəcə kvadrat quruluşlu nədir və qeyri-kvadrat quruluşlu nədir? Siz bu kvadrat quruluşunu tam mənimsəsəniz, geridə qalanlar təbii olaraq qeyri-kvadrat quruluşlu sayılır. Ümumi xanə sayınız bu qədər olmalıdır və bütün cümlələr eyni uzunluqda olmalıdır. Vəssalam. Bir sonraki dərsimizdə görüşərik.